Salam hörmətli izləyicilər. Bu videoda sizinlə birlikdə xromatik do diyez major qamması, xromatik do diyez minor qamması və eləcə də do diyez səsindən xromatik major və minor qamması quracağıq. Biz bilirik ki, xromatik major və minor qammalarının müxtəlif qurulma qaydaları vardır. Videoda isə bu qaydadan istifadə edəcəyik. Əvvəlcə do diyez major qammasını xatırlayaq. Do diyez major qamması 7 işarəli, 7 diyezli qammadır. Fa diyez, do diyez, sol diyez, re diyez, la diyez, mi diyez və si diyez. Səs qatarını xatırlayaq. Do diyez, re diyez, mi diyez, fa diyez, sol diyez, la diyez, si diyez, do diyez. Qaydanı xatırlayaq. Xromatik do diyez major qamması yuxarı istiqamətdə gedərkən qammanın 3-cü və 6-cı pilləsi yerində saxlanılır. Do diyez major qammasının 3-cü pilləsi 1, 2, 3, mi diyez, 4, 5, 6. 6 isə la diyez pilləsidir. Demək, mi diyez və la diyez yerində saxlayacağıq. Digər pillələri xromatik yarım ton zilləşdirəcəyik. Yalnız 6-cı pillə yerində qaldığına görə 7-ci pillə. Do diyez major üçün 7-ci pillə si diyezdir. Əvvəlcə yarım ton əksiləcək. Si bekar, sonra isə diatonik vəziyyətinə, yəni si diyez vəziyyətinə qayıdacaq. Quraq. Do diyez, do dubul diyez, re diyez, re dubul diyez, mi diyez yerində qaldı. Fa diyez, fa dubul diyez, sol diyez, sol dubul diyez, la diyez yerində saxlanıldı. Si bekar, si diyez, do diyez. Yenidən quraq. Do diyez, do dubul diyez, re dubul diyez, mi diyez. Fa diyez, fa dubul diyez, sol diyez, sol dubul diyez, la diyez. Si bekar, si diyez, do diyez. Geri qaydaq. Qaydada göstərilir ki, xromatik major qamması geri qaydarkən major qammasının 5-ci və 1-ci pilləsi yerində saxlanılır. Do diyez major üçün 1-ci pillə do diyez, 5-ci pillə 1, 2, 3, 4, 5 sol diyez pilləsidir. Demək, do diyez və sol diyez yerində saxlanılır. İstərsiniz aşağıdan yuxarı doğru sayın, istərsiniz əksinə sayın. Əksinə sayarkən 8, 7, 6, 5 bu şəkildə. Demək, do diyez və sol diyez pilləsinin yerində saxlayacağıq. Digər pillələr yarım ton əksiləcək. Yalnız 5-ci pillə yerində saxlandığına görə 4-cü pillə, do diyez major üçün fa diyezdə 4-cü pillə əvvəlcə yarım ton zilləşəcək, yəni fa dubul diyez olacaq. Sonra isə diatonik vəziyyətinə, yəni fa diyez vəziyyətinə qayıdacaq. Quraq. Do diyez, si diyez, si bekar, əksildi yarım ton. La diyez, la bekar, əksildi yarım ton. Sol diyez yerində qaldı. Fa dubul diyez. Fa diyez səsi yarım ton zilləşdi. Fa diyez diatonik vəziyyətinə qayıtdı. Mi diyez, mi bekar, əksildi yarım ton. Re diyez, re bekar, yarım ton əksildi. Do diyez yerində saxlanıldı. Do diyez, si diyez, si bekar, la diyez, la bekar, sol diyez yerində qaldı. Fa dubul diyez, fa diyez, mi diyez, mi bekar, re diyez, re bekar, do diyez. Not sətrində yazarkən əvvəlcə do diyez major qammasının alterasiya işarələrini skripka çar qarşısında yazırıq. Mən skripka çarından istifadə etmişəm. Fa diyez, do diyez, sol diyez, re diyez, la diyez, mi diyez və si diyez. Və açar qarşısında olan alterasiya işarələrinin adlarını notlarda söyləyirik, lakin notların qarşısına təkrarən yazmırıq. Çünki biz səsdən qurmamışıq, biz qammadan qururuq. Do diyez, yəni açar qarşısında var, adını söyləyirik, amma işarəni təkrarən qeyd etmirik burada. Do dubul diyez, re diyez, re dubul diyez, mi diyez yerində qaldı 3-cü pillə. Fa diyez, fa dubul diyez, sol diyez, sol dubul diyez, la diyez 6-cı pillə yerində saxlanıldı. Si bekar, si diyez, do diyez. Deyirik ki, 6-cı pillə yerində qaldığına görə 7-ci pillə si diyez əvvəlcə yarım ton əksilir, si bekar olur, sonra si diyez, do diyez. Burada si yazmaq olmaz, çünki açar qarşısında si diyez var və si yazmış olarsınızsa, o bekar oxunmayacaq, si diyez olaraq oxunacaq. Ona görə də yazılma alterasiya işarələrinin yazılma qanununu nəzərə alaraq burada bekarı göstərməyimiz şərtdir. Yenə də deyirəm, səsdən qursaydıq, orada biz si yazasıydıq. Heç bir bekar işarəsi qoymağa ehtiyac yox idi. Amma biz qammadan qururuq. Do diyez, si diyez, si bekar. Əvvəla burada si diyez işarəsi var. Onun təkrarən yazmağa artıq ehtiyacı yoxdur. Xanə daxilindədir. Alterasiya işarələrinin yazılma qanununa əsasən xanə bitməyib.
və əgər yeni bir sətirdə yazmış olsaydınız, yəni burada bir xana xətti qoyub qayıdışı yeni bir sətirdə yazmış olsanız, onsuz da açar alterasiya işarələrini yazmalı olacağıq. O zaman açar alterasiya işarəsi də bizə kömək edəcək ki, biz onu si diyez olaraq oxuyaq. Si bekar, la diyez, heç bir dəyişiklik olmayıb, la bekar, sol diyez. Burada niyə sol diyezi qoymuşam? Əgər təkcə sol yazsaydım, təbii ki, söyləyəcəksiniz ki, açar alterasiya işarəsinə görə o sol diyez olaraq oxunasıdır. Lakin xanə bitməyib və burada sol dubl diyez var. Məhz ona görə də burada sol diyezin olduğu göstərilməlidir. Fa dubl diyez təkrarən yazmaq da olar, yazmamaq da olar. Lakin hər birimiz bir sətirdə yazmırıq. Bəzilərimiz bəzən alt sətirdə yazını davam etdiririk. O zaman biz orada fa yazsaq, açar alterasiya işarəsinə görə o fa diyez olaraq oxunasıdır. Halbuki fa dubl diyez olmalıdır. Ona görə də təkrarən burada qeyd edirik ki, köçürərkən not dəftərlərinə əsasən, yəni onların hansı sətirdə köçürəcəklərini nəzərə alaraq mən burada fa dubl diyezi göstərmişəm. Fa diyez, mi diyez, mi bekar, heç bir dəyişiklik olmayıb. Re diyez, burada da yenə də re dubl diyez var burada. Ona görə də biz burada re diyez olduğunu göstərməliyik. Re bekar və do diyez. İndi isə sizinlə birlikdə xromatik do diyez minor qammasını quraq. Əvvəlcə do diyez minor qammasını xatırlayaq. 4 işarəli 4 diyezli qammadır. Fa diyez, do diyez, sol diyez və re diyez işarələri vardır. Qammanı quraq. Do diyez, re diyez, mi. Fa diyez, sol diyez, la, si, do diyez. Qaydanı xatırlayaq. Xromatik minor qamması yuxarı istiqamətdə gedərkən və qayıdarkən qammanın 1-ci və 5-ci filləsi yerində saxlanılır. Digər pillələri isə xromatik yarım ton zilləşdirilir. Yalnız ikinci pillədən başqa. İkinci pillə, birinci pillə yerində saxlanıldığına görə əvvəlcə yarım ton əsilir, sonra isə diatonik vəziyyətinə qayıdır. Do diyez minor qammasının 1-ci və 5-ci pilləsindən tapaq. Do diyez 1-ci pillədir. 2, 3, 4, 5. Sol diyez 5-ci pillədir. Demək, do diyez və sol diyez yerində saxlayacağıq. Quraq. Do diyez, re bekar, açıldı yarım ton. Re diyez. Diatonik vəziyyətinə qayıtdı. Mi diyez yarım ton zilləşdi. Fa diyez, fa dubl diyez yarım ton zilləşdi. Sol diyez yerində qaldı. La diyez yarım ton zilləşdi. Si diyez yarım ton zilləşdi. Do diyez yerində qaldı. Bir dəfə quraq. Do diyez, re bekar, re diyez. Mi diyez, fa diyez, fa dubl diyez. Sol diyez yerində qaldı. La diyez, si diyez, do diyez. Geri qaydırıq. Do diyez, si diyez, si bekar. La diyez, la bekar. Sol diyez yerində qaldı. Fa dubl diyez, fa diyez. Mi diyez, mi bekar. Re diyez, re bekar. Do diyez yerində qaldı. Nə müşahidə etdik? Gördük ki, sol diyez pilləsi 5-ci pillə qalanda bu pilləyə sol diyezə görə ad qoya bilmirik deyə fa diyezi yarım ton zilləşməsini görürük. Eyni şeyi biz do diyez majorda da görmüşdük. Orada da re diyezin re dubl diyez, fa diyezin fa dubl diyez olduğunu müşahidə etmişdik. Niyə? Çünki sol diyez yerində saxlandığına görə bu pilləyə solə görə ad qoymaq olmur. Demək, konusu fa diyez pilləsinə görə ad qoymaq olar. Fa diyezin də yarım ton zilləşməsi bu pilləyə təsadüf edir. Yəni artıq bu fa dubl diyez olur. Təbii ki, biz bilirik ki, dubl diyez bir ton zilləşdirən alterasiya işarəsidir. Amma diyezin yarım ton artırılması artıq dubl diyez variantına gəlir. Not sətrində yazarkən skripka çarından istifadə etmişəm. Do diyez minor qammasına aid olan alterasiya işarələrini skripka çarı qarşısına qoyuruq. Fa diyez, do diyez, sol diyez, re diyez. Və quraq. Do diyez açarın qarşısında var. Adını söyləyirik. Lakin işarəni təkrarən yazmırıq. Re bekar, re diyez, mi diyez, fa diyez, fa dubl diyez, sol diyez 5-ci pillə yerində qaldı. La diyez, si diyez, do diyez. Burada re bekar yazmaq lazımdır. Re yazsanız, açar qarşısında re diyez var deyə o re diyez olaraq oxunasıdır. Əgər səsdən qursaydıq, re yazasıydıq. Yox, biz qammadan qurduğumuza görə biz onu re bekar olduğunu göstərməliyik. Do diyez, re bekar, re diyez, mi diyez, fa diyez, fa dubl diyez, sol diyez, la diyez, si diyez, do diyez. Geri qaydırıq. Si diyez təkrardan yazmışam. Yenə də deyirəm.
Bəzən şagirdlər köçürəndə onu alt sətirdə köçürürlər və işarəni qeyd etməyi unudur. Təbii ki, alliterasiya işarələrinin yazılma qanununa əsasən burada si diyezi yazmağa ehtiyac yoxdur. Çünki xanə daxilində bir dəfə var, öz qüvvəsini saxlayıb. Lakin yenə də deyirəm, şagirdlərin alt sətirdə köçürməyini nəzərə alaraq o işarəni qoymasalar unudarlar və onu si olaraq görə bilərlər. Məhz bu səbəbdən yenidən si diyezi göstərirəm. Si bekar, la diyez. Yine de buna da aittir evvel söylediğim fikir. La bekar, sol diyez, fa dubul diyez, fa diyez. Burada diyez yazmaq məcburiyyətindəyik. Çünki əvvəl fa dubul diyez olub. Onun yenidən heç bir işarə qoymadan fa yazsa, açarda fa diyez olmağına baxmayaraq bu fa dubul diyez notdan əvvəl gəlib və öz qüvvəsini saxlayır. Onun qüvvədən düşdüyünü göstərmək üçün diyezi qoymaq məcburiyyətindəyik. Düzdür, bəzən bekar sonra diyez də qoyurlar. Yəni diyez də yaza bilərsiniz, bekar sonra diyez də yaza bilərsiniz. Mi diyez, mi bekar, re diyez, re bekar, do diyez. Do diyez, si diyez, si bekar, la diyez, la bekar, sol diyez. Fa dubul diyez, fa diyez, mi bekar, re diyez, re bekar, do diyez. İndi isə sizinlə birlikdə do diyez səsindən xromatik major qamması quraq. Xəyalən do diyez major qammasını fikirləşirik. Onun 3-cü və 6-cı pilləsi olan mi diyez və la diyezi yerində saxlayacağıq. Qaydarkən isə sol diyez və do diyezi yerində saxlayacağıq. Digər pillələri xromatik yarım ton dəyişdirəcəyik. Bunu xəyalən fikirləşirik. Söyləyərkən isə deyirik, do diyez səsindən xromatik major qamması qururuq. Do diyez, do dubul diyez, re diyez, re dubul diyez, mi diyez. Artıq əvvəldən bilirdik ki, mi diyez qalasıdır. Fa diyez, fa dubul diyez, sol diyez, sol dubul diyez, la diyez. 6-cı pillə bu da qaldı. Si, si diyez, do diyez. Nə gördük? Qammadan quranda si bekar, si diyez deyirdik. Səsdən quranda isə deyirik si, si diyez, do diyez. Mən səsdən qurarkən daha diqqətli olmaq lazımdır. Çünki qammadan qurduğumuzu xəyal etsək də onu söyləyərkən bu pilləyə si bekar deyə bilmərik. Qammadan deyə bilərdik, amma səsdən yox. Do diyez, do dubul diyez, re diyez, re dubul diyez, mi diyez, fa diyez, fa dubul diyez, sol diyez, sol dubul diyez, la diyez, si diyez, do diyez. Geri qaydırıq. Do diyez, si diyez, si bekar, la diyez, la bekar, sol diyez. Yerində qaldı 5-ci pillə. Fa dubul diyez, fa diyez, mi diyez, mi bekar, re diyez, re bekar, do diyez. Bəs niyə burada biz bekar sözünü işlədirik? Do diyez, si diyez, si bekar. Si diyezdən düşürük si bekara. Yarım ton əksilməni göstərməliyik. Əvvəlcə si diyez idi, indi si bekar oldu. Əvvəlcə la diyez idi, indi la bekar oldu. Fa dubul diyez idi, indi fa diyez oldu. Mi diyez idi, mi bekar oldu. Re diyez idi, re bekar oldu. Yazarkən skripkaçarından istifadə etmiş, xəyalən fikirləşdiyimiz do diyez major qammasının işarələrini bu dəfə açar qarşısına deyil, notların qarşısına qoyacağıq. Do diyez, do dubul diyez, re diyez, re dubul diyez, mi diyez. 3-cü pillə qaldı. Fa diyez, fa dubul diyez, sol diyez, sol dubul diyez, la diyez. 6-cı pillə yerində qaldı. Si, si diyez, do diyez. Geri qaydırıq. Si diyez, si bekar, la diyez, la bekar, sol diyez. Yerində qaldı 5-ci pillə. Fa dubul diyez, fa diyez, mi diyez, mi bekar, re diyez, re bekar, do diyez. Yerində deyirəm, təkrarən buradakı si diyezin, la diyezin və fa dubul diyezin yazılma səbəbim şagirdlərin verilən nümunəni alt sətirdə yazmaqlarıdır. Yəni köçürərkən mən burada işarə qoymasam, onlar orada işarəsiz köçürülmüş olacaqlar. İndi isə sizinlə birlikdə do diyez səsindən xromatik minor qamması quraq. Qaydanı yenə xatırlayaq. Qammanın minor qamması xromatik şəkildə yuxarı gedərkən və qaydarkən qammanın 1-ci və 5-ci pilləsi yerində saxlanılır. Digər pillələr xromatik yarım ton alterasiya olunur. Bu zaman biz səsdən qurarkən isə do diyez səsinə təsadüf edən minor qammasını xatırlayaq. Bu do diyez minor qammasıdır. 1-ci pilləsi do diyez və 5-ci pilləsi sol diyezdir. Onları saxlayacağıq. Digər pillələri dəyişdirəcəyik. Lakin deyərkən pillələrə diqqət yetirmək lazımdır. Necə? Do diyez,
re, re diyez, mi, mi diyez, fa diyez, fa dubul diyez, sol diyez. Beşinci pille kaldı. La, la diyez, si, si diyez, do diyez. Hatırlayırsınız biz kromatik do diyezimin organmasını kurarken biz deyirdik ki do diyez, re bekar, re diyez. Burada ise biz söyleyeceğiz ki do diyez, re, re diyez, mi diyez, fa diyez, fa dubul diyez, sol diyez. Beşinci pille kaldı. La, la diyez, si diyez, do diyez. Geri qaytaracağım. Do diyez, si bekar, la diyez, la bekar, sol diyez. Beşinci pille kaldı. Fa dubul diyez, fa diyez, mi diyez, mi bekar, re diyez, re bekar, do diyez. Yerinde kaldı. Yazarken yine de hayalen fikirləşdiyimiz do diyezimin organmasının alterasiya işarələrini biz notun qarşısına qoyacağıq. Do diyez, re, re diyez, mi diyez, fa diyez, fa dubul diyez, sol diyez kaldı. La, la diyez, si diyez, do diyez kaldı. Si diyez, si bekar, la diyez, la bekar, sol diyez, sol diyez. Beşinci pille kaldı. Fa dubul diyez, fa diyez, mi diyez, mi bekar, re diyez, re bekar, do diyez. Beləliklə biz sizinlə kromatik do diyez major və do diyez minor qamması, eləcə də do diyez səsindən kromatik major və minor qamması qurduq. Hörmətli izləyicilər, sizləri maraqlandıran mövzuları şərhlərdə qeyd etməyi unutmayın. Təşəkkür edirəm.